Salam uşaqlar, hoş gördük sizi. Mən Ümid, sizi bu verilişdə gözləyirəm. Vay mənim balalarım da gəlir. Xoş gördük sizi. Gəlmisiniz ümid verilişinə, xoş gəlmisiniz. Hər dəfə gəlir, nənə sizi gözləyir. Salam uşaqlar. Gedim bir qəşəng yaxşı da geyinmişəm. Dana qəşəng uşaqlar gələcək. Hazırlaşmışam ki, qəşəng yaxşı geyinmişəm. Qırmızı qəşəng paltarlarımı. Hə, bu salam uşaqlar, nə tərsiz qadınlarım? Yaxşısınızmı? Nənə də çox yaxşıdır. Allaha şükürlər olsun. Hə. Dualarınız sayəsində nənə də yaxşıdır. Hə, görürəm ki, hər gün izləyirsiniz nənəni. Gəlirsiniz, yaxşı belə qəşəng oturursunuz. Hə, xoşunuz gəlir. Bu sizə qurban olsun nənə. Nənə də xoşu gəlir, hə sizi görəndə. Elə xoş oluram, heç olmayan kimi. Hə, niyə belə gəlmişəm? Hə, bir dənə ayran düzəltmişəm. Bir qəşəng dadlı, duzlu. Belə yesəz, içsəz 5 barmağınızın 5-ində yağlayarsınız. Bir məsələ var, eşitmisiniz də onda yəqin ki, hə. Hə, uşaqlar, indi bizim öyədə bir qonaqlar gələcək. Kim gələcək? Hətta gələcəklər də nə qədər adamlar gələcək. İndi bu uşaqların qəşəng xalaları, bibirləri, hər şeydən, hər bütün hamı yığılacaq. Hə, qadınlarım. Deməli, nənə də qəşəng bir ayran düzəldib. Hə, ayranı da düzəldib, camaat içsin dana, bir desin ki, bu çıraq nə yaxca bir ayran düzəldib. Qoymuşam niyə çölə? Havalar soyuqdur, nə qadınlarım? Havalar soyuqdur, qoymuşam çölə ki, zad eləsinlər, içsinlərsə. Bunu kim açıb ha? Bu. Ay uşaq! Kim içər? Gördünüz kim içib bunu? Yoxdur. Bu sizi yanamayasınız. Bir balaca qarınlarına yeduramırlar. Ay uşaq, Ümid, Zeynəb! Gör. Az çıxın çölə görüm. Sıçan kimi qırılacaqlar toba. Nə təbii nənənin bu əsəbini qaldırırlar yuxarı. Ay uşaq, Ümid, Zeynəb! Hə, nənə. Məni yığıb. Buracaq görmez. Bunu sən mi zad eləmsən, içmisən? Sən mi içmisən bunu? Yox, anə. Qapını bağlayaqsan. Kim içməz bə? Səndən başqa uşaqlar var mı evdə? Yox, anə, mən içməmişəm. Buna bax. Mən axşam ayran düzəltmədimmi? Demədimmi ki, bala bax, buna dəyməyin ha, saboy adam gələcək. Demədim sizə, hə? Dedin. Hə, mən bu nədir içmisiniz, qurtarmısınız? Anə, mən içməmişəm. Bu nətər için qurtarmısınız? Yaxşıdır ki, taçda dur. Yaxşı evdə qoymuşam. Evdə bizə saxlamışam ki, dedim də, güvənmirəm, inanmıram. Tova, uşaqlarla nə şey mi qalar bala? Sən mənə bax. Sən yaxça həyatı süpür. Öy adam gələcək, eşitdin məni? Yaxça, bir dənə bir şey qalmasın, eşitdin məni? Qəşəng, yığışdır, səliqəli. Bax, gəlib baxacam. Eşitdin? Gedim görüm içərdəkin. Yaxşı, bu xaladenika qoymuşdum orada. Bir çıqqa qoymuşdum, yaxça. Zad elə. Sən süpür oralar, mən də gedim içərdəkin götürüm, görüm nə hazırlayıram. Adamı biyabır eləyəndilər. Bu yarım adım da. Salam uşaqlar, necəsiz? Ay uşaqlar, gördünüz, nənə əsəbləşmişdi. Görəsən o südü kimi içib. Zeynəb. Salam Ümid. Necəsən? Salam. Ümid, nə olub? Niyə gələ bilməmisən? Üşüyürəm. Sən üşümürsən, havalar soyuq deyə. Yox. Yox. Ümid, səsin niyə azdır? Niyə yavaş danışırsan? Özümə söz vermişəm ki, bu gündən ağıllı, sakit uşaq olacam. Ay, yaxşıdır. Sən sakit olarsın. Sən nə edirsən Zeynəb? Mən buranı süpürürəm, həyəti süpürürəm. Nənə dedi ki, həyəti süpürün. Yaxşı uşaq olsaz, sizi aparacam əyləncə yerinə.
Özdə ki, Ha? nənə dedi ki, Aha. Ümidi ən sevdiyi maşına mindirəcəm. Mən də tez süpürürəm ki, buralı gedək nənə ilə əyləncə yerinə. Nənə də vaxt tapdı elə bir ki aparmağa. Nənə sənə vaxt dedi ki, aparacaq. Nənə mənə bayaqlarım dedi ki, aparacam. Ha? Nənə mənə bayaqlarım dedi ki, sizi bu günlərim əyləncə yerinə aparacam. Bu gün Hə. başqa vaxt yox. Yo, bu gün dedi. Elə bu gün. Hə, bu gün. Yaxşı. Süpür. Nənə, sən də vaxt tapdın. Görürsən ki, Ümidin yaxşı, vəziyyəti yaxşıdır. Çi. Ay. Çi. Hə, Zeynəb. Zeynəb, Hə, bəs nənə hardadır? nənə içərdədir. Getdi ayranı doldursun. Nəyi? Ayranı. Ay, ayranı? Hə, ayranı. Ayranın içi nənə. Ayranı doldursun, gətirsin, qoysun həyətə bura. Qonaqlar üçün. Yaxşı. İş vücur, yaxşı. Necə soyuqdur havalar. Az Zeynəb, bunu kim içib belə? Az bunu yanamayasınız az. Az yanamayasınız az. Az siz nətər adamlarsınız hə? Nətər qarın qulursunuz az? Nə olub az? Az bunu niyə içmirsiniz hə? Bunu niyə qurtarmısınız? Az nətər uşaqsınız az? Az bir də bunun ikisini başa düşdüm də. Nə olub az buna da keçmirsiniz? Nə olub az? Aynen, mən içməmişəm. Az nətər adamlarsınız siz? Buna bax, buna ham bir çıqqa qoymamışsınız içində. Bir çıqqasın, bir imkan verin, bir soruş ki, ay nənə bu lazımlıdır, yoxsa yox. Elə qut çəkmişsiniz başınıza. Aynen, mən içməmişəm. No, kim içib basmaz, hə? Sən içmə, Ümid içməsin, o içməsin, bu içməsin. Şimdi qonşu Kərim içdi, qonşu gəlib içdi, Güləndam içdi yaz. Bu, nətər adamlarsınız sizlər, boy. Sən? Aynen, mən eləməmişəm. Sən küçdə dur, buralarda düzəməli Aynen, istəməmisən. mən eləməmişəm. Aynen, bax mən eləməmişəm, mən eləməmişəm. Bax mən eləməmişəm. Qurtardı. Demişdim aparacam. Qurtardı, aparmayacam. Aynen, mən eləməmişəm. Hava yaramır. Buna bax, təzyiqimi qaldıracaqlar az. Bunlar nətər uşaqlardır az. Dedik qocalıq yaxşıdır, bu elədilər adama. Aynen, mən eləməmişəm də. Mən eləməmişəm də. Mən indi kim aparacaq? Qalacam evdə ancaq. Gedəşdiz gəzməyə mən qalacam evdə. Zeynəb. Həmid. Zeynəb. Həmid. Nənə idi gedən? Hə. Nənə niyə əsəbləşdi ki? Nənə əsəbləşdi ki, niyə bu ayranı içmisiniz? Nəyi? Ayranı. Sən içmisən Zeynəb? Yox, haydi Ümid, mən içməmişəm. Nənə hara getdi ki? Nəsə əsəbləşib deyəsən getdi. Hə. Nə dedi ki? Nənə dedi ki, bu ayranı niyə içmisiniz? Aha, sonra? Sonra da dedi ki, mən gedirəm. Hara? Sizi aparmayacağam. Hara? Əyləncə yerinə sizi aparmayacağam. Bitdi də aparmayacaq. Nə yaxşı gedəcəyik gəzməyə, indi gedə bilməyəcəyik. Zeynəb, sən də ki. Ah, Zeynəb. Halım yoxdur Zeynəb. Ev yoxdur Ümid. Olan bir şeydir. İndi gəl fikirləşək görək ki, nənə bizi nə tərəf alırsın. Hara? Ay Zeynəb. Əyləncə yerinə. Mən də bip eləyəcəkdim. Gəl fikirləşək görək nənə bizlə. Fikirləşək də. Ay Zeynəb, halım yox deyə Zeynəb. Tapdın bir şey? Yox, Haymid. Yox, Haymid. Tapmadın? Yox, sən tapdın? Hə, Nə? Zeynəb. Hə, Sənə bir söz deyəcəm. hə, de. Zeynəb, Hə, ayranı hə. mən içmişəm. Niyə Ümid? Bax sənə görə nənə bizi aparmayacaq. O nə hərəkətdir sən eləyirsən? Bağışla da, nə olar. Xoşum gəldi, içdim də Zeynəb, amma bilmədim. Ümid, elə sən hər şeyi içirsən, yeyirsən. Qoymursan, elə sən ancaq sənin cəzalarınızı sənin cəzaların mənim üstümə olur. Zeynəb. Sən pis işlər görürsən, nənə də mənim üstümə qışqırır. Ey Ümid, niyə eləyirsən axı belə?
Ay Zeynəb, nə olar? Məni bağışladı, bax xəstəyəm. Xəstəyəm, məni bağışladı. Halım yoxdur. Hə, yaxşı bağışladım. İndi nənəyə necə deyək ki, bizi aparsın? Ayran da hamısını sən içmirsən. İndi də xəstələnmisən. Bilmədim. Əyləncə yerinə də gedə bilməyəcəyik. Zeynəb, bilmədim nənə bizi aparacaq gəzməyə. Bilsəydim bizi aparacaq. O ayranın hamısını içməzdim ha. Halım yaxşı deyil Zeynəb mənim. Mən bip gedəməyəcəm. Niyə Ümid, nə oldu? Ay Zeynəb, başım çox ağrıyır. Niyə Ümid? Çox boğazım da ağrıyır. Görmürsən, danışa da bilmirəm çox. Zeynəb, Hə. özümü yaxşı hiss eləmirəm. Niyə Ümid? Bəlkə həkim çağırasan Zeynəb. Ay, Ay başım. Ümid. Nənə, ay nənə, Ümid. Ümid, ay Ümid. Nənə, Ümid, ay Ümid. Ümid dur, Ümid, ay Ümid, nənə. Ay nə olub? Nə xəbərdir? Ayran sən tapdın? Hə? Ay nənə, Ümid özündən Bu. getdi. Ay nə oldu az buna? Ümid. Az bir görmə ayna. Ümid. Az get Uskoriya zəng elə. Az get tez ol Uskoriya zəng. Ümid. Ay Ümid. Ay bala tut görüm bunu. Tut görüm aparaq Uskoriya tez. Uy bala nə oldu buna? Az buna nə oldu? Buna nə oldu? Ay Ümid nə oldu bana Ay sənə? Ümid dur, ay Ümid. Oy bala. Az tez ol Uskoriya. Tez ol Uskoriya və görüm az bunu və görüm az. Az buna nə oldu birdən? Ümid qadanalım nənəsə. Bu bana olsun. Ümid gözlərini aç qadanalım. Az Uskoriya zəng elə. Tez ol. Gördün bala, hə? Həkim nə dedi? Doktor nə dedi? Dedi soyuq nəsə içib. Nə içib düzündürəm? Ayran o içib elə. Ayran da. Bu yanamıyorsan sən. Yox heç olmaz. Mən sənə deyirəm ki, mən içməmişəm. Sən deyirdin ki, yox sən içmirsən. Mən nə bilim asım. Ümid içibdi. Denən ki bilirsən denən ümid içib. Ümid mən sonradan dedi ki, Zeynəb mənə bağışla. Mən içmişəm. Tovaz, ümid dağıdaz. Mənə bax, görsən? Soyuq içməyin nəticəsi nə oldu? Nədir? Yatdı qaldı xəstəxanada. Bu lazımdır ona. Nənə qalıb Uskoriyalarda. Bax, doktor nə dedi? Soyuq. Bu cəmaə desəydi mən ona verməyəcəydim. Bə kim üçün hazırlamışam? Sizin üçün hazırlamışam da qadınlar. Eləmi? İstilik verərdin. İstilik baş, istilik verərdim. Nədir? Hazır qoymuşdum ki, hazır olsun. Bəs daddı, yəsiz, içəsiz. Elə hərəkət eləyirsiniz ki, elə bir ki, nənəsizdən qırtır. Adam adını çıxardarsınız. Ümid dedim icazə ilə, nənə ilə icazə al, ondan sonra məşdə dedi ki, yox, gördüm işi. Uşağımı aparacaqdım parka, oynayacaqdım. Dələ sürdüm maşın. Xəstəxanada maşın sürür. Mənə dedi ki, bibip oynayacağam. İndi bibip oynadı. Az görürsən uşaq nətərdir az. Oy, fikrim qaldı orada. Həkim də dedi qalacaq orada. Fikrim qaldı az orada. Hə uşaqlar. Hə, gördünüz də eləmi? Bax siz də deyirəm. Bala, narahat olmayın. Nə ana ata icazə vermirsə, deməli nəsə var deyə icazə vermir. Bax, indi soyuqdur, ümidi icazə verməmişdim də içməyə. Qoymuşdum daha doğrusu, bir gəlib icazə zad da almadım məndən. Digər düşənlərdə doğu istəyirəm, ayran istəyirəm, nə bilim, ondan istəyirəm, bundan sonra nənə verməyəcəkdir. Verəcəkdir dana. Kimə hazırlayım? Sizə, hə, onlara. Hə, qadına, bax, doktor da dedi ki, qəti surətdə soyuq heç nədən istifadə eləmək olmaz. Havalar soyuq, bala, soyuq. Diqqət eləyin özünüzə. Bir də icazəsiz heç nəyə əl vurmayın, ağrını alın. Nənə sizə qurban olsun. Nənə sizin başınıza dönsün, qadanalım. Gedin anavızdan, atavızdan, nənəvizdən, babavızdan icazə alın. Yaxşımı qadanalım? Bax, Zeynəb, sən də. Bax, biri yatıb xəstəxanada, ikinci də yatızdırmağa halım yoxdur, eşitsən məni. Fikirdə məni bir tər elədi. Gedim dərmanımı atım məndə. Eşitdin məni? Hə. Sakitcə, qəşəng, icazə ilə hər şeyinizi də həll edirsiniz. Di bala, sağ olun, salamat qalın, nənə də getsin dərman içsin. Öldürəcəklər bala məni. Öldürəcəklər. Dərmanıma sara qoymuşdunuz. Otağımdaydı eləmi? Gəmə bir qismət su ver, dərmanımı içsin. Yaxşı, Dil altıma atım. La
Saga.